Salam, bugün monoton funksiyalar haqqında danışacağıq. Hansı funksiyaları biz artan və yaxud artmayan, həmçinin azalan və yaxud azalmayan dediyimizi təriflə göstərib, bir neçə funksiyalar üzərində də deməli, praktik olaraq da görəcəyik nə deməkdir. Həmçinin məhdudluq haqqında danışacağıq. Hansı funksiyalar məhduddur, hansı funksiyalar yuxarıdan məhdud, hansı funksiyalar aşağıdan məhdud adlanır və yaxud hansı funksiyalar biz qeyri-məhdud funksiyalar deyirik. İlk olaraq, bəs bu artan funksiya və azalan funksiya bizim nəyimizə lazımdır? Əgər biz funksiyanın artan və yaxud azalan olduğunu tədqiq edib görsək, funksiya haqqında həmçinin bizim statistikada məsələ, statistikamız haqqında çox şey əldə edə bilərik, çoxlu informasiya əldə edə bilərik. Məsələn, deyək ki, bir şirkətimiz var. Şirkətimizin gəlirlərini bir qrafikdə çəkirik. Məsələn, bura olsun X, burada olsun Y. Mən indi statistikadan bir misal verəcəm. Əlbəttə ki, bu fərqli sahələrdə fərqli cürə istifadə oluna bilər. Məsələn, deyək ki, bizim gəlirimiz X tərəfimiz olsun zaman, Y tərəfimiz isə olsun gəlirimiz. Zamana görə bizim gəlir qrafikimiz deyək ki, belə bir qrafikdir. İndi birazdan da bunun artan, azalan olub olmadığını göstərəcəm. Bizim əgər qrafikimiz artandırsa, bu halda artandır. Əgər əlbəttə ki, istiqamətimiz yuxarıya tərəfdirsə, bu zaman artan funksiya olduqda biz xeyirlik deməkdir. Yəni, bizim fabrikimiz müəyyən bir zaman ərzində müəyyən qədər durmadan gəlir gətirir. Və biz yana düşmür. Əlbəttə ki, burada başqa parametrlərə də baxmaq lazımdır. Ancaq ən primitiv misalda buna nəzər yetirə bilərik. Və bizim nə qədər gəlirdə olduğumuz, müəyyən bir zaman ərzində nə qədər gəlir əldə etdiyimizi biz tədqiq edərək, gələcək aylarda da deməli, proqnozlaşdırma verə bilərək, nə qədər deməli, gəlir əldə edəcəyimizi, əgər bu templə davam etsək, yoxlayıb görə bilərik. Gəlin, indi tərifimizə keçək. Deməli, tərifimiz belədir. Verilmiş x çoxluğu üzərindən götürülmüş. Burada x çoxluğu bizim funksiyamızın təyin oblastıdır. Təyin oblastında demişdik, fx funksiyasının x-lərini aldığı çoxluq. X çoxluğuna götürülmüş, istənilən elə x1 və x2 nöqtələri üçün, hansı ki x1 kiçikdir x2 şərti ödənilir. Və yenə deyirəm, bu şərti ödəyən istənilən x1, x2 elementi üçün təyin oblasına götürülən. Əgər fx1 kiçikdir fx2 şərti ödənilirsə, belə funksiya biz artan funksiya deyirik. Hətta bərabərlik belə olduqda, daha doğrusu bərabərsizlik belə olduqda buna biz kəskin artan funksiya deyirik. Bəli. Kəskin artan funksiya gürcücə mqat zırladı funksiya, İngiliscə isə strictly increasing function adlanır. Increasing function artan funksiya deməkdir İngiliscə, gürcücə isə zırladı funksiya. İndi gəlin azalmayan funksiyanın tərifini verək. Yenə istənilən x çoxluğundan, daha doğrusu bizim təyin oblastımızdan götürülmüş, istənilən x1 və x2 nöqtələr üçün, hansı ki bu x1 və x2 x1 kiçikdir x2 şərtini ödəyir. F x1 kiçikdir, bərabərdir burada. F x2 şərtini ödəyirsə, bu halda bizim funksiyamız azalmayan funksiyadır deyirik. Niyə? Çünki funksiyamız funksiyanın fərqli nöqtələrində, yəni təyin oblasına götürülmüş fərqli nöqtələrində funksiyanın qiyməti bərabər də ola bilər. Bərabər olduqda funksiya sabit qalacaq, yəni nə artmayacaq, nə azalmayacaq, ancaq həmçinin kiçikdir, bərabərdir qoyduq. Buna görə də artacaq bir hissədə də, buna görə də azalmayan olacaq. Yəni heç bir zaman fx2, fx1-dən deməli kiçik olmayacaq. Yenə eyni tərifi yenə başda eynidir. İstənilən x1, x2 götürülür. Hansı ki x1 kiçikdir x2-dən. Bu halda əgər f x1 kiçikdir daha doğrusu böyükdür f(x2) olarsa, bu halda biz belə funksiya azalan funksiya deyirik. Azalan funksiyanın deməli terminlərdə necə keçir? Əvvəlcə azalmayan funksiya deyək. Azalmayan funksiya non-decreasing adlanır. Deməli ingiliscə, gürcə isə ara qlebadi funksiya adlanır. Azalan funksiyada isə qlebadi funksiya adlanır gürcə, ingiliscə isə
deməli decreasing function adlanır. Yenə eyni şərt ilə yuxarıdakını eyni ilə götürə bilərik. Hansı ki x1 yenə kiçikdir x2-dən. Ancaq burada f(x1) böyükdür bərabərdir f(x2)dən. Bu halda biz bu funksiya isə artmayan funksiya deyirik. Yenə terminlərə gəlsək, əgər ingiliscə non-increasing function, gürcücə isə arazadadır funksiya adlanır. Bəs bu nə deməkdir? Biz bu tərifləri verdik. Bu təriflər bizə qrafik üzərində bunu necə yoxlaya bilərik? Yəni qrafikə baxdıqda bunun artan, azalan və yaxud sabit funksiya olduğunu necə yoxlaya bilərik? İndi gəlin bunu yoxlayaq. Elə altını da çəkək. Yuxarıda dursun təriflərimiz. Deyək ki, bizim belə bir fx funksiyamız var. İndi baxın. A nöqtəsində B nöqtəsinə funksiyamız artır. Yəni istənilən A nöqtəsi arasında, yəni A ilə B arasından istənilən götürülmüş belə bir xətlər çəksək, gördüyünüz kimi bura f məsələn x1 olsun. Bura x1-dirsə əgər, burayı belə sınaq xətlərlə göstərək. Bura x1, bura x2, burada x3 olsun. Bu hissə x3 olsun, x2 olsun. Bu hissə yenə f x2 və f x3 şəklində gedir. Gördüğünüz kimi fx1, fx2 və fx3 arasında müəyyən bir uyğunluq var. fx2 fx1-dən böyükdür, fx3 də fx2-dən böyükdür və bu belə gedir. Ta ki bu nöqtəyə qədər. Yəni funksiyamız AB aralığında bizim tərifimizə əsasən artan funksiyadır. Bəs BC aralığında nə baş verir? BC aralığında gördüyünüz kimi istər məsələn x4, x5 olsun bura, x4 və x5. x4 və x5 nöqtələrində gördüyünüz kimi bir-birlərinə bərabərdir. Yəni funksiyamız burada nə artır, nə də azalmır. BC aralığında bizim funksiyamız sabit funksiya adlanır. Nə artandır, nə də azalan funksiyadır. Bəs AC aralığında isə bizim funksiyamız bu şərti ödəyir. Yəni ya fx2 fx1-dən böyük oldu gördüyünüz kimi, ya da ki bir-birlərinə bərabər oldu. Məsələn x5 x4-də. Bu halda biz nə demişdik? Bizim funksiyamız azalmayan funksiyadır. Yəni A-dan C-yə qədər bizim funksiyamız azalmayan funksiyadır. C-dən D-yə bizim funksiyamız artıq gördüyünüz kimi azalmağa başlayır. Niyə? Biz bu deməli istiqamətdə gedirik. Burada artıq x6 və x7-ni götürsək, gördüyünüz kimi x6-nın buradan çəkdikdə y qiyməti x7-nin y qiymətindən daha böyükdür. Yəni x1 x2-dən böyükdür. Burada x1 x6 olaraq götürə bilərsiniz, x2 də x7 olaraq. Bu nə deməkdir? Bizim funksiyamız CD segmentində aralığında deməli azalan funksiyadır. DE aralığında isə yenə eyni səbəbdən sabit funksiyadır. Bu halda biz nə deyə bilərik? Əgər funksiyu deməli buradan belə kəssək, funksiya bu hissələrdə, yəni C-dən E-yə bizim funksiya artmayan funksiyadır. Ya azalır, ya da sabit qalır. Bütünlükdə funksiya haqqında desək, bütün deməli nöqtələrdə gördüyünüz kimi bu funksiya monoton funksiya deyildir. Bəs monoton funksiya nəyə deyirik? Əgər funksiya artan, azalan, artmayan və yaxud azalmayandırsa da, bəli, azalmayandırsa, belə funksiya biz deməli nə deyirik? Monoton funksiya deyirik. Həmçinin sabit funksiyadırsa da eyni deməli bərabərlik qorunur. Elə sabit funksiyanın bir tərifini verək. Yenə x təyin oblasından götürülmüş. Elə x1 və x2 nöqtələri üçün hansı ki x1 kiçikdir x2, fərqi yoxdur, böyükdür x2 olsun burada. Kiçikdir və yaxud burada böyükdür. Olaraq belə bir şərait var. F(x1) bərabərdirsə də f(x2)-yə. Bu halda belə funksiya biz sabit funksiya deyirik. Sabit funksiyanın qiyməti dəyişmir. Məsələn, belə bir funksiya misal verə bilərik. Məsələn, sabit funksiya nə funksiyasıdır? Məsələn, y bərabərdir 2 funksiyası sabit funksiyadır. Bura 2 nöqtəsi. Gördüyünüz kimi istənilən x elementi üçün həmişə bizim funksiyamız 2 qiymətini alır. Çünki düz xəttdir, həmişə də sonsuzluğa doğru gedir. Və elə eğridə baxsaq, bütün həqiqi çoxluqlarda, yəni həqiqi deməli, qiymətlərdə bizim funksiyamız sabit olaraq qalacaq. İndi gəlin funksiyanın məhdudluğu haqqında danışaq.
Funksiyanın məhdudluğu haqqında danışmazdan əvvəl bu silim. Tezə. İlk öncə funksiyanın yuxarıdan məhdud funksiyanın tərifini verək. Bizim funksiyamız o halda yuxarıdan məhdud adlanır ki, onun qiymətlər çox, daha doğrusu təyin oblasından götürülmüş istənilən x elementləri üçün. Əgər fx qiyməti kiçikdir, bərabərdir m, deməli şərtini ödəyirsə, burada m istənilən ədəddir, fərq etmir. Bu halda bizim deməli funksiyamız yuxarıdan məhdud funksiya adlanır. Baxın, indi burada nəyə diqqət yetirək? Məsələn, yuxarıdan məhdud funksiya bir misal verək. Nə funksiyamız olsun? Məsələn, olsun y bərabərdir minus e üstü deməli x funksiyası. Bəli, minus e üstü x funksiyası. Grafikimizə əgər çəksək, buraya x verək, buraya y verək. Baxın indi. X əgər müsbət ədəddirsə, aydındır ki, burada mənfi yazılır. Çünki e-nin də özü 2 tam məsələn %71 və sair belə gedir. Neper ədədi, Euler ədədidir bu. Gürcülər neper deyir, bizimkilər Euler deyir, yəni fərqi yoxdur. Euler ədədi müsbət ədəd olduğundan, sabit bir ədəd olduğundan, üzərindəki x nə qədər dəyişsə də, əgər deməli müsbət qiymətlər alırsa da, bizim burada müsbət qiymətlər alırsa da və müsbət qiymət əgər məsələn 1 bölünsün 4 şəklində deyilsə, məsələn böyükdürsə də, tam ədəddirsə, məsələn 2, 3, 4 və s. Bu halda bizim deməli funksiyamız nə olacaq? Minus sonsuzluğa doğru deməli gedəcək qiymətləri. Sıfırdırsa nə baş verəcək? Sıfırdırsa da elə bu e üstü 0 1 deməkdir. Minus da qoyanda minus 1 demək olacaq. Bəs 1 bölünsün 4 və yaxud 1 bölünsün 2 bunun kimi kəsrli ədədlər olduqda nə baş verəcək? 1 bölünsün 2, 1 bölünsün 4 olduqda nə baş verəcək? 1 bölünsün 2 götürək. Məsələn, minus e üstü 1 bölünsün 2 olsun. Bu halda bu nə deməkdir? Minus kök altında e deməkdir. E-nin özü də müsbət ədəd olduğundan yenə kökü də müsbət çıxacaq və mənfiyə vurduqda yenə mənfi qiymət alacaq. Deməli, x qiyməti mənfi ədəd olduqda nə baş verəcək? Məsələn, olsun minus 1. Minus 1 olduqda minus e 1 bölünsün minus e şəklini alacaq. E burada müsbət ədəd olarsa, minusu buraya atdıq. Müsbət ədəd olarsa 1 bölünən hər hansı bir müsbət ədəd burada deməli minus qabaqda olduğuna görə minus olacaq. Yenə deməli bizim x oxunun aşağı hissəsində olacaq həmişə. Bunu göstərmək çalışırdım. Və buradakı qiymət, məsələn, burada minus 1 olmasın, fərqli bir ədəd olsun. Məsələn, burada 5 olsun, minus 5. Bu halda e üstü 5 deməli yenə böyük bir ədəd olacaq və 1 get-gedə 0-a yaxınlaşacaq. Ancaq heç bir zaman 0 olmayacaq. Niyə? Çünki e əgər müsbət sonsuzluq məsələn olarsa, e müsbət sonsuzluğa getdikdə bunun limitini alsaq, bəli, qiymətimiz 0-a bərabər olur. Ancaq bizi bunun deməli sonsuzluğa yaza bilmərik. Əslində yəni limitə qoya bilərik, ancaq limit nə deməkdir? 0-a sonsuz şəkildə yaxınlaşır, ancaq 0 olmur bu halda. Deməli bizim funksiyamız necə olacaq? Bura olsun, deməli oraya 0 qoyduqda minus 1 funksiyamız buradan gələcək və beləsinə aşağıya doğru gedəcək və buradan da yenə x oxuna yaxınlaşacaq, lap yaxın olacaq, ancaq x-dən yuxarı keçməyəcək. Bu nə deməkdir? Biz burada m ədədini buradan limitə keçsək əgər, məsələn, e üstü sonsuzluq yazsaq bu hissədə və limit n sonsuzluğa yaxınlaşdıqda desək, burada n yox, x deyək, burada x deyək, indi düz oldu. Bu halda 0-a yaxınlaşar, yəni m-ə 0 deyib verərik. Hoppa. Bu halda 0-a yaxınlaşacaq və deməli m-ə 0 deyə bilərik. Limiti burada verməyimin əslində çox düz olmadı, çünki biz limiti həll keçməmişik, ancaq qoy olsun. Yəni fərqi yoxdur. Onsuz keçəcək gələcək dərslərdə narahat olmayın. Deməli burada m-ə biz 0 deyə bilərik. Yəni y bərabərdir minus e1 funksiyası, elə qoyun bu m dursun. Minus e1 funksiyası m bərabərdir 0 qiymətini heç bir zaman aşmır. Bu nə deməkdir? Bizim funksiyamız yuxarıdan məhdud funksiyadır. Gördüyünüz kimi y oxunda baxsaq, yuxarı hissə, aşağı hissə yuxarıdan məhdud funksiyadır. İndi gəlin aşağıdan məhdud funksiyanın tərifini verək. Aşağıdan məhdud funksiya misal olaraq
Misal olaraq yoxdur başı şərtini yenə x soğuğuna istənilən x elementini götürdükdə fx böyükdür, bərabərdir kiçiyim şərtini ödəyirsə, bu zaman belə funksiya biz aşağıda məhdud funksiya deyirik. Yenə bura olsun x, bura olsun y. Aşağıdan məhdud funksiyalardan ən hasandır. Bizim digər videolardan da deməli aşina olduğumuz, çox gördüyümüz hörmətli parabol funksiyasıdır. Parabol funksiyası y bərabərdir x kvadrat şəklində yazılır analitik olaraq. Bunu əvvəlki videolarda göstərmişdik. Bunun da qollarını heç bir zaman düz çəkə bilmirəm. Bu funksiya gördüyünüz kimi aşağıdan məhdud funksiyadır. Niyə? Buraya mənfi qoyduqda mənfinin kvadratı müsbət eləyəcək. Müsbət qoysam müsbətin kvadratı yenə müsbət eləyəcək. Yəni burada bircə dənə qoya bilərsən. Yəni minus 1, 0, 1 baxar. 0 qoyduqda 0 olar. Minus 1 qoyduqda 1 olar. 1 qoyduqda 1 olar. Gördüyünüz kimi 0-dan həmişə yuxarıda olur. Yəni burada 0-da deməli bu kəsişir. Yenə bizim gördüyünüz kimi 0 nöqtəmiz M-ə uyğun gəlir. Yəni burada iminat 0 yəni demək deyil. Ola bilsin ki minus 1 olsun, 1 olsun, 2 olsun, istənilən ola bilər. Sadəcə o olsun ki funksiya həmən qiymətdən yuxarıda yerləşsin. Bu zaman deməli bu funksiya biz deyirik ki aşağıdan məhdud funksiya. Bizim bu funksiyamız aşağıdan məhdud funksiyadır. Niyə? Çünki bu şərt həmişə deməli böyükdür, bərabərdir 0-dan. Bəli. Bəs məhdud funksiya biz hansı funksiya deyirik? Əgər bir funksiya həm yuxarıdan, həm aşağıdan məhdudursa, biz belə funksiya məhdud funksiya deyirik. Məsələn, məhdud funksiya gəlin bir ədəd misal verək. Məsələn, nə verək? Ən sadəsi trigonometrik funksiyalar ilə məhdud funksiyalardır. Məsələn, hansı funksiyamız? Məsələn, olsun sinus funksiyası. Bu olsun x, bu olsun y. Deməli, sinus funksiyamız sıfırdan keçir, buraya gəlir, sonra buradan azalır, buradan artır, buradan azalır, buradan artır, buradan azalır və s. Deməli, burası pi'dir, burada minus pi'dir, bura minus 2 pi'dir, burada 2 pi'dir və s. Bizim sinus funksiyasının özü minus 1 və 1 aralığında qiymətlər alır. Yalnız minus 1 və 1. 1 ilə minus 1 də ola bilər. Ancaq bunları aşa bilmir. Yəni minus 1-dən aşağı, 1-dən də yuxarı ola bilmir. Yəni həm aşağıdan, baxın bu hissə, bu biraz əyri çəkmişəm. Həm də yuxarıdan məhdud funksiyadır. Yuxarıda 1, aşağıda da minus 1. Bu funksiya hansı şərtlərlə ödədir? İstənilən x üçün fx böyük bərabərdir. Deməli, fx böyük bərabərdir kiçik m və fx kiçik bərabərdir böyük m şərtlərin hər ikisini ödəyir. Burada kiçik m'imiz minus 1'dir, böyük m'imiz də 1'dir. Buna görə də biz bu funksiya məhdud funksiya deyirik. Bəs bu funksiya artan, azalan deməli geri dönək. Artan funksiyadan azalan funksiyadır. Əgər bütün baxsaq, bu funksiyasına dövrü funksiyadır. Yəni müəyyən qiymətləri müəyyən periodlarda almağa başlayır. Bunu trigonometrik funksiyalar dərsimizdə deməli deyəcəyimdən burada toxunmuram. Ancaq bu funksiyanın əgər biz müəyyən bir hissədə segmentdə kəssək, məsələn bu segmentdə kəssək, məsələn bura pi'dir. Bunun mərkəzi gəlir pi bölünsün 2'yə düşür. Pi bölünsün 2'nin sol tərəfində bizim funksiyamız gördüyünüz kimi artan funksiyadır. Sağ tərəfində isə pi'yə qədər azalan funksiyadır. Burada 0 var. 0'a qədər, 0'dan pi bölünsün 2'yə artandır. Pi bölünsün 2'dən pi'yə azalan funksiyadır. Sonra isə yenidən aşağı alsaq, əslində bundan sonra da azalan funksiyadır. Yəni pi bölünsün 2'dən, deməli bura hara gəlir? Pi bölünsün 2, pi deməli 3 pi bölünsün 2. 3 pi bölünsün 2'ye kadar, pi bölünsün 2'den 3 pi bölünsün 2'ye kadar azalan, burada da minus 3 pi bölünsün 2'dir. Minus 3 pi bölünsün 2'den de pi bölünsün 2'ye deməli artan funksiyadır. Segmentlər şəklində gəl biz bölsək, bunun azalan artan olub olmadığını yoxlamaq olar. Əgər bölməsək isə ümumilikdə bu funksiya monoton funksiya deyil.
dövr funksiyadır. Bəs başqa nə deyə bilərik? Qeyri-məhdud funksiya nəyə deyirik? Əgər bir funksiya bu şərtlərdən hər hansı birini, yəni ya bunu, ya da ikisini bir yerdə ödəmirsə, belə funksiya deməli məhdud funksiya deyildir. Məsələn, parabolun bütün yer çoxluğunda parabolun qrafiki iki qolu da yuxarıya doğru x kvadratı yazaq, y bərabər x kvadratı. İki tərəf də yuxarıya doğru olacaq və bu halda deməli hansı şərt ödəməyəcək? Əlbəttə ki, deməli böyükdür, bərabərdir m olduğuna görə bu şərti ödəməyəcək. Bu şərti ödəmədiyindən, yəni kiçiklik şərtini ödəmədiyindən, bu funksiya deməli yuxarıdan məhdud funksiya deyil. Yuxarıdan məhdud funksiya olmadığından, aşağıda məhdud funksiya olsa da bizim funksiyamız məhdud funksiya deyildir. Həmçinin bizim funksiyamız əgər belə olsa, yəni burada minus x kvadrat olsa, aydındır ki, yuxarıdan məhdud funksiyadan aşağıdan məhdud funksiya deyil. Ona görə də yenə məhdud funksiya deyil. Ola bilsin ikisini birdən ödəməsin. Məsələn, belə bir tangens funksiyasına oxşayan bir funksiya çəkək. Bu funksiya gördüyünüz kimi aşağıdan da məhdud deyil, yuxarıdan da məhdud deyil. Yuxarıdan da sonsuzluğa doğru sürçür, aşağıdan da deməli bu da bizim məhdud funksiya olmayacaq. Məhdud funksiyalar haqqında bir şey yenə deyə bilərik. Bu şeylər üzərində niyə çox dururam? Ona görə ki, gələcəkdə bizə çox lazım olacaq. Həmçinin məhdudluğu, monotonluğu funksiyanın bizim üçün çox vacibdir. Bir çox statistikada və bir çox elmdə bu aktiv olaraq istifadə olunur. Yəni bunu ən primitiv şəkildə öyrənməliyik, dəqiq. Ona görə dərindən gedirəm. Dərindən gedirəm dediyim daha sadə şəkildə göstərməyə çalışıram. Deməli, ola bilər ki, bizim funksiyamız bu arada qiymətləri yuxarıdan və aşağıdan qiymətləri almasın. Məsələn, burada minus bir qiymətini sinus x funksiyası alır. Bir qiymətini də alır. Ancaq nə zaman məsələn, belə bir funksiyamız var. Buradan gəlir, buradan belə gedir. Bu funksiya biz arctangensin funksiyasıdır. Arctangens x funksiyası. Bu funksiya sonsuz şəkildə, bu asimptotik şəkildə buna yaxınlaşır, ancaq buna bərabər olmur. Bu pi bölünsün 2 qiymətidir. Buradan isə deməli minus pi bölünsün 2 qiymətidir. Minus pi bölünsün 2 ilə pi bölünsün 2 arctangens x funksiyası heç bir zaman almır. Ancaq biz burada pi bölünsün 2 ilə minus pi bölünsün 2 m və m şəklində yaza bilərik. Yəni burada yuxarı və aşağı sərhəddə var. Ancaq bu sərhədlər funksiya almır. Yəni də bu funksiya deməli məhdud funksiya adlanır. Arctangens x funksiyası məhdud funksiyadır deməli. Deməli bu günlük bu qədər. Biz gələn dərs artıq deməli monotonluğun, yəni funksiyanın artan, azalan olmasını necə göstərdiyimiz kimi onların teoremləri haqqında danışacağıq. Hansı funksiya artansa da ona necə üstündə əməllər apardıqda yenə artan qalır, yenə necə azalan qalır və s. Bu dərslik bu qədər. Gələn dərslərə qədər görüşək.